Değerli dinleyiciler, izleyiciler ve bu videonu anlamak isteyenler. Bir videonun değeri oradaki personajın ne bəzəkli, bahalı geyimlərində, nə də o personajın ütülü modalı danışığında değil. Sadece onun sözlərindəki informasiya tutumu və enerji gücündədir. Bugünkü söhbətimiz yenə ruh haqqında olacaq. Keçən videoda ruhun oyanışı haqqında danışdıq. Ruhun oyanışı insan üçün çox önəmli, mühüm rol oynayan bir faktordur. Ruhun oyanışı nəyə görə lazımdır? Bir ruhla bədənin bir yerdə uzun illər olması üçün, yəni bədənimizin sağlam olması və həyatda uzun müddət ola bilməmiz üçün ruhun istəkləri, ruhun arzuları bədən tərəfindən yerinə yetirilməlidir və ona qadağa qoyulmamalıdır. Bədən ruhun istəklərindən uzaq olduqda, ona qarşı durduqda, ona istəklərinə müqavimət göstərdikdə bədən həm özü əzab çəkir, xəstələnir və belə bir vücudda, belə bir bədəndə də ruh uzun müddət qalmaq istəmir. Və o bədəni tərk etmək istəyir ki, bu da adına ölüm deyilir. Bəs ruhun bədənlə bir həmahəng yaşaması və insanın uzun, sağlıqlı bir ömür keçirməsi üçün nə etmək, nələri bilmək lazımdır? Əvvəla ruhun mahiyyətini bilmək lazımdır. Ruh dəfələrlə bu həyata gəlir, burada müəyyən təcrübələr öyrənir, burada müəyyən bədəndə, bədənin göstərdiyi fəaliyyətlərdən, təcrübələrdən yararlanır, önəmli biliklər qazanır və ruhlar aləminə geri dönür. Bu proses o qədərə qədər davam eləyir ki, ruh artıq haqqın dərgahında, yəni Yaradanın yanında onun bir parçası və onun bir yaradıcılığında bir amil kimi, yəni biz bilirik ki, haqq, hər şey haqdan yaranıb və Yaradan insanları da məhz özünün bir parçası olan ruhdan yaradıb ki, onlar da o Yaradanın ortağı olaraq onunla bərabər yaratma prosesində iştirak etsinlər. Və bu, hər bir insanın, hər bir ruhun son missiyasıdır ki, o təkmil bir halda Yaradanın yanına dönməlidir. Bunun üçün o müxtəlif geri dönüşlərdən, reinkarnasiyalardan keçir. Biz insanlar bəzən deyirik ki, insan bir dəfə doğulur və ölür. Çoxları belə güman edir. Amma biz bilirik ki, Allah Yaradan ilahi ədalətə sahibdir. O birinə 120 il, 100 il ömür verib, digərini doğulandan bir həftə sonra dünyadan getməsinə səbəb olursa, onda burada ilahi ədalət prinsipi nə dərəcədə gözlənilə bilər. Amma o insanın, o ruhun bir fərqli bədənlərdə bu dünyaya təkrar gəlməsini
dərk eləyəndən sonra artıq məlum olur ki, insan doğrudan da bu dünyaya bir dəfə gəlməyib, dəfələrlə gəlir və hər gəlişində onun qazandığı təcrübələr, etdiyi hərəkətlər onun növbəti bədəndə, növbəti dəfə gələndə nə qədər uzun ömür sürə biləcəyinə bir zəmin yaradır. Əgər insan bu dünyada ziyankarlıqla məşğul olursa, böyük faciələrə səbəb olursa, çox böyük nöqsanlara yol verirsə, böyük günahlara yol verirsə, başqalarının həyatının bitməsinə səbəb olursa, o zaman o insan təkrar bu dünyaya gələndə artıq ona elə uzun bir ömür verilə bilməz. Çünki o bundan əvvəlki həyatında çox böyük faciələrə səbəb olmuşdu. Məhz ona verilən ömür qısalır. Bəzən də dediyimiz kimi bir həftə, bir gün, bir ay, 5 ay, nə bilim, daha fərqli olaraq o kiçicik, qısa bir ömür şəklində ona verilir ki, o əvvəl yaşadığı günahlarını bu həyatdakı qısa ömrü ilə tamamlayır. Onun karması o qısa ömürlə aradan qaldırılır və o yenidən ruhlar aləminə qayıdır və bundan da xəbərdar olduğuna görə növbəti dəfə bu dünyaya gələndə artıq o uzun bir ömürlə bu dünyaya gəlmiş olur. Bu dünyaya gələndə əlbəttə insanın kainatda, matrisada, yerin matrisasında və bir də kainatın matrisasında hər bir insanın hər bir hərəkəti, hər bir davranışı, hər bir sözü belə informasiya şəklində yazılır. Yəni, o məlumatların heç biri itmir, yoxa çıxmır, aradan qalxmır və ona görə əgər bir deyəndə ki, Allah hər yerdədir, hər şeyi görür, hər şeyi eşidir, hər şeydən xəbərdardır, bu həmin şey deməkdir ki, yəni yaradan kainat özündə təzahür eləyir. Yaradan həm yaradır və həm təzahür eləyir eyni zamanda. Və o təzahür etdiyi hər yerdə də bu informasiyalar yazılır, saxlanılır və bu kainatın genişlənməsinə, getdikcə böyüməsinə, qalaktikaların sayının artmasına səbəb olur. O hesabdan da bu dünyaya gələn insanın ruhu doğru, düzgün davranış sərgiləyəndə insanın ömrü də uzanır. Xəstəlik deyilən hallar da aradan qalxır və yox olur. Bəs ruhun oyanması necə baş verir? Ruhun oyanması məhz insana təcrübələr vasitəsilə əvvəlki həyatlarında, əvvəlki dönəmlərdə yığdığı təcrübələrin artması hesabına öz mahiyyətini getdikcə anladığına görə və yaddaşın, insan bu dünyaya gələndə yaddaşı qapalı olur. Amma onun xromosomlarında o kodlar var, o xatırlama kodları. O xatırlama kodları açıldıqca insan artıq haqqı nahaqdan, düzü əyridən, doğru olanı səhvdən fərqləndirməyə başlayır. Və bir gün ruh oyananda artıq hər şeyi tamamilə fərqli dərk eləməyə başlayır. Yəni, bu vaxta qədər gördüklərindən tamamilə fərqli bir dünyanı görür. Sanki yuxudan oyanır və o ətrafda hər şey ona fərqli görsənir. Hətta yarpaqların titrəşməsi, suların şırıltısı, günəşin zərrələrinin axışı, insanların baxışı, quşların səsi, civiltisi, böcəklərin uçuşu, arıların iş prosesi, bal yığma prosesi belə ona fərqli bir dönəm, gözündə fərqli bir durumda görsənir. Yəni, insan hər şeyin dəyişildiyinin fərqinə varır, anlayır, dərk eləyir. Dərk eləyir ki, mən indiyə qədər bu kiçik hesab elədiyim, lakin görə bilmədiyim şeyləri bugün görürəm, dərk eləyirəm. Bu şuurun genişlənməsi və eyni zamanda ruhun oyanmasıdır. Ruh oyanandan sonra insan hər şeyə obyektiv yanaşmağa başlayır. Hər şeyi dərk edərək, anda yaşayaraq,
hər an nə etdiyinin fərqinə vararaq yaşayır. Və səhvi düzdən, yalanı doğrudan, haqqı nahaqdan ayırmağa, bacarmağa başlayır. Ki bu da insan üçün ən önəmli bir məqamdır. Ruhun oyanışı insanı xoşbəxt gələcəyə götürür. Həyatının qalan hissəsini o ruh oyandıqdan sonra davadalaşsız, qalmaqalsız, böyük problemlərsiz, kiçik problemlər təbii ki ola bilər. Amma böyük sarsıntı verən problemlərsiz, xəstəliklərdən uzaq, xoşbəxt, firavan, bol bərəkət içində, əminamanlıq içində və sevinclə yaşamağa başlayır. Ona görə ruhunuzun oyanması üçün çox işlərə, çox məşqlərə, çox təcrübələrə sahib olmalısınız. Və bundan sonraki videolarda da hər dəfə ruhun oyanışı üçün nələri etmək lazımdır, hansı addımları atmaq lazımdır, nəyi necə etmək lazım olduğunu mən sizə çox asta-asta, çox aramla anladacağım. Bu uzun bir müddət davam eləməyəcək. Yəqin ki, yaxın 2-3 həftənin içərisində bu anlatma prosesi tamamilə başa çatacaq. O təcrübələri, praktik təcrübələri buradan birbaşa efir vasitəsilə sizə çatdıracağım və onların həyata keçirilməsində sizə yardımcı olacağım. Ona görə bu videodan başa düşdüyünüz və başa düşmədiyiniz haqqında mütləq mənə məlumatlar verin. Nəyi anlamaq sizin üçün çətindir? Nəyi başa düşdünüz, nəyi başa düşmədiniz? Nəyi necə etməyimi istəyərdiniz ki, sizin üçün bu daha asan olsun? Bu yol sizin üçün daha rahat və sərbəst olması üçün mütləq öz suallarınızı verin. Çünki insan bir şeyi öyrənmək istədikdə mütləq ən bunun doğru, optimal yolu sual verərək o aydın, özü üçün aydın olmayan məsələlərə cavab almaqdır. Mən də burada sizlə əməkdaşlıq etməyə hazıram. Suallarınızı gözləyirəm. Onları məmnuniyyətlə tək-tək cavablandıracağım. Sağ olun. Növbəti videoda görüşənə qədər. Minnətdarım qatıldığınıza görə.